Biz heç birimiz belə bir device görməmişik. Söhbət ekran əvəzinə şəffaf şüşəli kameradan gedir. Çox uzatmayın, özünüz baxın və qiymət verin. Yeni device sizi təəccübləndirəcək üst-üstə düşən məlumatlarla unikal xüsusiyyətlərə malikdir. Məşhur kamera istehsalçısı Godox məlumat ekranına unikal yanaşmalı kompakt kamera olan C100-ü təqdim etdi. Ənənəvi LCD ekran əvəzinə optik şüşə və displey kimi istifadə olunan böyük bir şəffaf pəncərədən istifadə edir. İstifadəçi onun vasitəsilə ətrafındakı olanları görür, batareya ömrü, çəkiliş rejimi, ekspozisiya və kadr təlimatları isə görüntünün üzərindən göstərilir. Kameranın çəkisi cəmi 65 qramdır. Şəffaf ekran 50%-dən çox işıq ötürmə qabiliyyətini təklif edir və istifadəçilər bir neçə aspekt nisbətindən birini seçə bilər. 1-in 1-ə, 3-ün 2-yə, 4-ün 3-ə və 16-nın 9-a. Foto və videolar 128 GB-a qədər microSD kartında saxlanılır. Fayl ötürməsi USB-C portu vasitəsilə həyata keçirilir. İstehsalçı cihazı mümkün qədər əlçatan etmək üçün Wi-Fi və Bluetooth modullarını aradan qaldırıb. Godox çəkiliş zamanı faktiki olaraq diqqəti yayındıran və kompozisiyaya diqqət yetirməyə imkan verən C100-ün minimalistik dizaynını təklif edir. Kamera müasir flaqman smartfonları ilə eyni səviyyədə olmağı hədəfləməsə də, gündəlik fotoqrafiya təhsili və yaradıcı təcrübələr üçün uyğundur. Hazırda yeni Godox C100 yalnız Çində 199 yuan və ya $29 satılır.